Rəvayətə görə pişik insanın yanında Allahın göndərdiyi qoruyucu mələkdir. Səssiz, amma həmişə keşikdə duran bir dost. O nə səs-küy salır, nə də öz varlığını zorla hiss etdirir. Sadəcə yanındadır. İnsanın ruhunu müşahidə edən, evin enerjisini dinləyən, bəzən səssizliyi, bəzən isə sakit mırıltısı ilə ürəyə rahatlıq gətirən bir varlıq. Onlar bəzən bir küncdə saatlarla baxışlarını bir nöqtəyə dikərlər. Sanki bizim görə bilmədiyimiz aləmdə nəsə ilə mübarizə aparırlar. Çünki pişik gözünün gördüyünü insan gözü görməz. Pişik ürəyinin hiss etdiyini insan ağlı dərk etməz. Pişik heç vaxt sahiblərini səbəbsiz yerə tərk etmir. Gedirsə, demək ki, evin enerjisi dəyişib, ya da insanın yolu başqa istiqamətə yönəlib. Qaydırsa, demək ki, qəlbin qapısı yenə mələk üçün açıqdır. Bəzilər üçün pişik sadəcə heyvandır, amma dərk edənlər üçün o, Allahın insana göndərdiyi, gözdən düşməyən bir qoruyucu, dilə gəlməyən məhəbbətin simvoludur.